Cağlı test 106-cı isə 6-cı sual make up a sentence. Baxaq we watch we always watch Eurovision Song Contest on TV. 1 3 2 4 5 Sibandi doğru cevaptır. 7-ci sual choose a correct answer from düzgün zaman formasını seçin. Singers from many countries part in Eurovision. Müxtəlif çoxlu ölkələrdən olan müğənnilər Eurovision'da iştirak edirlər. Take part. Baxa burada hansı bənd işlənə bilər? A bəndində take partdır. Burada singers 3-cü şəxsin cəmindədir. Bütün şəxslərlə take işlənir. Bir də 3-cü şəxsindəki he ilə, she ilə, it ilə fəilin sonuna s və yaxud es əlavə edirik. Take düzdür burada. A bəndi doğru cavabdır. Takes olmaz. Yəni bayaq dedik ki, he ilə, she ilə, it ilə takes olur. To take olmaz. Biz fəili cümləyə daxil edəndə tonu atırıq. Is taking ola bilməz. Çünki singers cəmdədir. 3-cü şəxsin cəmindədir. Orada are taking olmalıdır. D bəndi də səhvdir. Doğru cavab A bəndidir. 8-ci sual. Choose a correct variant. I want the school contest. Mən məktəb yarışını qazanmaq istəyirəm. To win the school contest. Və bir doğrudur. To meet olmaz, görüşmək mənasını verir. To veya geyinmək mənasını verir, olmaz. To watch, mən məktəb yarışını izləmək istəyirəm olar. 1 ilə 4 doğru cavabdır. 9-cu sual. Match a part of the sentence. Jazz is a kind of jazz növ, nəyin növüdür? Is a kind of music, musiqinin bir növüdür. Bir də B bəndi. Tennis is a kind of, tenis nəyin növüdür? Is a kind of sport, idman növüdür. 2-də A bəndi olacaq. Eurovision is a kind of contest, müsabiqə növüdür. Eurovision müsabiqə növüdür. 3-də də Y bəndi olacaq. 10-cu sual. Match a house of compound nouns. Mürəkkəb isimlərin tərəflərini birləşdirin, mürəkkəb isim düzəldin. Sports, hansı söz burada birləşə bilər bundan? Sportsman, idmançı. Sportsman sözü, sportsman idmançı deməkdir. Basketbol, 2-də Y bəndi olacaq. 3-də letterbox, məktub qutusu, poçt qutusu. 3-də də B bəndi olacaq.